Əziz dostlar, xoş gördük hər birinizi. Sabah 27 sentyabr şəhidlərimizin anım günüdür. Mən də özümü borc bildim bu haqda paylaşım edeyim. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Onların borcları ödənilməzdir. Onların gördükləri işlər torpaqların bütövlüyü naminə edilən bu cəsarət, fədakarlıq hər insana nəsib olmur. Allah məqamlarını ona elə uca edib. Şəhidlik fiziki həyatın sonu deyil, əbədi həyatın başlanğıcıdır. Yəni bu o deməkdir ki, əbədi həyat Allah Quranda da deyib ki, Allah yolunda ölənlər ölü zənn etməyin, onlar diridirlər, Allah dərgahındadırlar. Allah həmişə məqamlarını uca eləsin. Şəhidlik haqqında bu haqda çox danışmaq istəyirəm, çox danışmaq istəmirəm. Azərbaycan xalqının başı sağ olsun. Allah hər birimizi qorusun. Diqqətinizə görə çox sağ olun. Bütün şəhid ailələrinə baş sağlığı verirəm, əllərindən öpürəm valideynlərini.